İmam Sadiq əleyhissalam nə buyurur? Buyurur, hasibu enfusekum qəblə ən tuhasebu aleyha. Nə qədər ki, sizi hesaba çəkməyiblər, özünüzü hesaba çəkin. Fə innə lil qiyaməti xəmsinə mavqifa. 50 dayanacağı var qiyamətin buyurur. Bilmirəm 50 dayanacaq, yəqin birində malla bağlı baxırlar. Hardan qazandın, hara xərclədin. Birinin nə bilim vaxtı baxırlar, birdə nəyə baxırlar. Bilmirəm, hədis buyurur 50 dayanacağı var. Hər birində saxlayırlar. İndi siz bunu real bir şey kimi qəbul edin bu saat. Onda görərsən ki, adam otura bilmir yerində. Bax, təsəvvür edin ki, bunu vəd edirlər. Qalxacaqsınız, 50 dənə dayanacaq keçməlisiniz. Dayanacaqsan, burada filan şeyi dəqiq hesablayacaqlar. Əlin işarəsinə qədər, üzün mimikasına, birinə göz vurdunu, elə bilirsən keçdi, getdi. Dəqiq. 50 dayanacaqda hesablanacaq. Ona görə deyir, əmmə yətəsəəlun anin nəbəil əzim. Nə haqda soruşurlar? Böyük xəbər haqqında. Böyük xəbər. Allah bir şeyə böyük deyirsə görün o nədir? Biz zarafat bilirik. Mən sizi qorxutmamışam ki, indiyə qədər. Mənə deyirlər, sən yaxşı danışırsan, adam qorxmur. Ona görə gəlirlər hamı mənə qulaq asmağa ki, hamı yox, bir qism ki, yaxşı danışır. O biri mollalar kimi adamı qorxutmur. Hərçənd ki, mən özümü molla hesab etmirəm də indi. Yenə deyirəm, bildiyimi sadəcə sizinlə bölüşürəm. Amma o Şeyx Şuşları rəhmətli deyirdi, demişəm bunu sizə keçmişdə, deyir, olub belə bir hadisə. Minbərin üstündə danışır da, bilmir də cəmaatla necə eləsin. Danışırdı, birdən belə üzündə həyəcan işarəsi ilə dedi ki, elə bil yanıq iyi gəlir. Deyir, elə bunu deyəndə bir-birinə baxdılar, durdular qaçmağa məsciddən. Sözünü yarımçıq qoydular. Deyir, elə dallarıca baxa-baxa dedi ki, Allah deyir, yanıq iyi gəlir, qaçan yoxdur. Şeyx dedi, qaçdı sanvuz. Allah deyir, valla, deyir ki, əmmə yətəsəəlun anin nəbəil azim. Nədən soruşurlar böyük xəbər haqqında? 50 dayanacaq var. İmam Sadiq əleyhissalam buyurur ki, hər birində 1000 il dayanacaqlar. Bu rəqəmlər şərtidir, amma böyük müddəti göstərir. 1000 il dayanacaqlar. Oradan tez keçməyin yolu nədir? Biri şəhidliyidir. Ona görə ağıllı adamlar şəhidliyi arzulayır. Canlarını düşmənin qarşısında sipər edən insanlar. Onlar böyük xidmət edir insanlığa, həm də ağıllı adamlardır. Onların ağıllı olduğu bilirsiniz nə zaman bəlli olacaq? Cəmaat məəttəl dayanacaq növbədə ki, haçan mənim hesabım çatar. Bunlar gəlib cəmaatın yanından işıq surəti ilə keçəndə baxacaqlar cəmaata, cəmaat da bunlara. Hamı deyəcək, bunlar nə ağıllı adamlar idi.